Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məlikə Abbaszadə, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icrası direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrinin rəhbər şəxsləri, yeniyetmə və gənclər iştirak ediblər. Anar Əliyev 2022-ci ildən təşkil olunan Peşələr Festivalının gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazir 160 mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə etdiyini bildirib. Qeyd olunub ki, Peşəfestdə iştirak edən gənclər bu platforma vasitəsilə əmək bazarında aktual trendlərlə tanış olmaq, müxtəlif peşələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət və gələcək karyera planlarını qurmaq imkanı əldə edirlər. Digər çıxış edənlər gənclər üçün düzgün peşə seçiminin vacibliyini, Peşəfestin bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd ediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki məlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər. Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edib. Qeyd edək ki, Peşəfest 2025 layihəsinə ötən ay Astarada başlanıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə üzrə maarifləndirici tədbirlər təşkil olunub. Peşə yönümlü xidmətinin mahiyyəti bizim gənclərimizi, şagirdlərimizi, onların valideynlərini maarifləndirməklə onların gələcək əmək bazarına hazırlamaq, onların gələcəyin peşələri barədə məlumatlılığını artırmaq və bu istiqamətdə onların əmək bazarında mövqe tutmasına dəstək olmaqdan ibarətdir. Biz Peşəfestdə yola çıxdığımız 11 regionda ümumilikdə biz 14 ixtisas və peşə əhatə etdik. Və bugünkü tədbirə qədər biz 60 minə yaxın şagird gəncimizin iştirakçılığını təmin edə bilmişdik. Bugün də sizlərin iştirakı ilə təmin etdiyimiz və iştirakçılıq səviyyəsinin 10 minlərlə olduğunu gördünüz və bu peşə yönümü istiqamətdə bizim həyata keçirdiyimiz bu festivalın əsas məqsədi peşə yönümü sahəsində interaktiv bir layihəmizi həyata keçirmək idi və bu günlərimdə biz onu yekunlaşdırdıq və uğurla yekunlaşdırdıq. Peşə yönümü gənclərə, şagirdlərə, onların valideynlərinə gələcəyin peşələri haqqında ətraflı məlumat verməkdən ibarətdir. Rahim Əkramoğlu, Təxminə Babayeva, Zaur Həsənov, NTV Xəbər.